Salam, hər vaxtınız xeyir olsun dəyərli xalqım. Hər birinizi salamlayıram. Hər kəsdən xahiş edirəm bu videonu sonacan dinləsin və bəyənib paylaşmağı unutmasın. Dünən bildiyiniz kimi Xocavənd rayonunun icra hakimiyyəti haqqında danışdım. Gecə saat 6-cı gün gecə 12:01-ə işləmiş radələrindən Xocavənd rayonunun məhkəməsindən mənə zəng vurdular. Zəng vurduq, bildirdilər ki, mənim keçmişdə orada məhkəmə işim vardı və cənab prezidentin amnestinə düşmüşəm. Gecə 12:01 radələrində mənə zəng vurub bildirirlər ki, onların səsini də yazmışam, ekran kaydı eləmişəm, aidiyyəti qurumları təqdim eləyəcəm. Mənə zəng vurub əmirdən ki, bildirirlər ki, birinci gün 9-da burada olmalısan. Mən deyirəm ki, hansı əsasən məni zəng vurub çağırırsınız və hansı qanunda yazılıb ki, 6-cı gün 12:01 arası zəng vurub vətəndaşı elə narahat eləməlisiniz. Yəni bunlar qərəzli şəkildə mənə zəng vurur. Eyvaz Hüseynovun işidir bunlar. O nətər ki, o vaxtı mənim üzümə 4 dənə şəhid atasına ərizə yazdırıb ki, güya məni Xocavənd rayonunun Qazilər şöbəsinin sədri olan Gülməmmədov Amilət öyrədib. Orada da heç bir düzgünlüyünü tapmayıb. Yəni bugünkü gündə yenə mənim başıma oyun açır. Nədir, mən ondan maddi yardım istəmişəm. Hörmətli cənab prezident, bu Xocavənd rayonu haqqında bir tədbir görsəniz yaxşı olar. Ki, Xocavənd rayonunda avtoritet rejim baş verib. Ailə biznesi qoyub var. Xocavənddə nə qədər oteldir, kafelərdir, hamısı Eyvaz Hüseynovun ailəsinə və özünə məxsusdur. Mən Xocavənd rayonu sakini olaraq mən orada heç evdən təmin eləməyiblər. 30 ildir ki, məcburi qaçqınam. Özüm də 44 günlük vətən müharibəsinin iştirakçısıyam. Dəfələrcə müraciət eləmişik, baxan yoxdur. Gah deyir ki, get Rövşən Rızayevin bizim qəbuluna, mən də onun qəbuluna getmişəm dəfələrlə. Deyir, bizim vəzifə səlahiyyətlərimiz imkan vermir ki, biz sağ köməklik eləyək. Amma bugünkü gündə Xocavənd rayonunun Taliyev var. Xocavənddən keçib Vərgöy Xan kəndində Xan restoranı açırlar. Yəni biz də dəstək istəyəndə bax bizi belə şərrədib tuttururlar. Sizdən çox xahiş edirəm cənab prezident. Səsimizə səs verin. Bu Xocavənd rayon icra hakimiyyəti haqqında bir tədbir görəsiniz. Yəni orada avtoritet rejim baş verib. Orada insanlara şantaj, hədə-qorxu gəlirlər. Gecə bir daha xahiş edirəm aidiyyəti qurumlardan. Hansı qanunda yazılıb ki, 6-cı günü gecə 12:01 radələrində vətəndaşı zəng vurub hədə-qorxu gəlməlidirlər. Yəni bu o deməkdir ki, yəni bu ölkədə yıxıl, öl, bizdən heç nə istəmə. Mən kimdən istəməliyəm? Kimə dərdimi deməliyəm də? Mənə dəstək olmaqdansa, mənə kömək olmaqdansa, məni şərrədib tutmaq istəyirlər. Sizdən çox xahiş edirəm. Bu Xocavənd rayonunun icra başçısı haqqında bir tədbir görəsiniz.